Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından 18-ci sualın izahını verəcəm. Gəlin sualımıza baxaq. Deyir ki, raster qrafik təsvirin çevrilməsində bir neçə əməliyyat icra olunur. Birinci, rəng dərinliyi CMYK rəng modelindən RGB rəng modelinə dəyişdirilir və təsvirdə olan üfüqi nöqtələrin sayı 3 dəfə, şaqıl nöqtələrin sayı isə 4 dəfə artırılır. Bu əməliyyatlardan sonra təsvirin informasiya həcmi necə dəyişəcək? Gəlin əvvəlcə qrafik təsvirin həcmin tapılması düsturunu yadımıza salaq. Görək ki, orada verilənlər həcmdən necə asılıdır? Yəni orada verilənlərin artıb azalması həcmə necə təsir edir? Baxın, həcmin tapılması düsturu budur. Burada n vurulsun n, üfüqi və şaqil nöqtələrin belə deyək, verilənləridir, yəni nöqtələrin qiymətləridir. İbit isə bir dənə pikselin yaddaşda tutduğu yerdir və bunların hasili bizim üçün həcmimizi verir. Düzdürmü? Deməli, bunlar artdıqca həcm artacaq, azaldıqca həcm azalacaq. Yəni düz mütənasib asılıdır da. Bax, buna əsasən gəlin baxaq. Deyir ki, birincidə deyir, rəng dərinliyi CMYK-dan RGB-yə keçir. Burada rəng dərinliyi İBIT-dir. Yəni əvvəl CMYK-da olub İBIT, sonra RGB-yə keçib. Biz də bilirdik ki, baxın burada da qeyd etmişəm. Biz də bilirik ki, RGB rəng modelində, bir dəqiqə baxaq. RGB rəng modelində İBIT eləyir 24, çünki 3 dənə rəngi var idi RGB-nin. Baxın burada da yazılıb. 3 rəngi var. Ona görə İBIT olacaq 24. Düzdürmü? 24 bit. CMYK-da isə İBIT olur 32 bit. Baxın burada da qeyd etmişəm. Burada 4 rəng var. Siyan, magenta, yellow və black. Ona görə burada eləyəcək 32 bit, RGB-də oldu 24 bit. Gəlin buna əsasən indi görək asıllıq necə yaranır. Aha, indi gəlin bu verilənlərə əsasən həcmin necə dəyişdiyini tapaq. Deyir ki, CMYK-dan RGB-yə keçdi. Düzdür, yazıram. Həcmi hələ nə qədər olduğunu bilmirəm. Yazdım həcmi burada. Məxrəcdə yazıram ki, bu CMYK-dan RGB-yə keçibsə, deməli bir azalma müşahidə olunub da. CMYK-da 4 baytdır, RGB-də 3 baytdır. Yəni biti bayta çevirdik, qiymətləri aldıq da, belə deyək. Deməli həcm 4 bölünsün 3 qədər azalmış olur. Baxın yazıram. 4 böl 3 qədər həcm azaldı. Birinci mülahizəyə əsasən. İkincidə isə deyir ki, üfüqi nöqtələrin sayı 3, şaqil nöqtələrin sayı isə 4 dəfə artırıldı. Yəni, hər ikisi həcmdən düz mütənasibdir. Yəni, bunlar artıbsa, deməli, həcm də artıb. O zaman mən o verilənləri sürətdə hasil kimi yazacağam. Ümid edirəm, fikrim aydındır. Baxın, M və N H-dan düz mütənasib asılıdır. Yəni, bunlar artdıqca həcm də artır. Lakin, burada CMYK-dan RGB-yə keçirəndə məxrəcdə yazmağımın səbəbi isə burada bir azalma müşahidə olunur. Ona görə H bölünsün 4 bölünsün 3 yazdım. Ümid edirəm, fikrim aydındır. Bu halda isə H vurulmuş 3 vurulmuş 4. Bu 3 qalxacaq yuxarı surətə. Olacaq 3 bölünmüş 4. Bunlar ixtisar gedəcək. Olacaq H vurulmuş 9. Yəni bu nə deməkdir? Həcm 9 dəfə artacaq. Əgər yekun nəticə misal üçün bu formada olsaydı, bunda deyərdik həcm 9 dəfə azaldı. Çünki əvvəlki H-ın mən nə qədər olduğunu bilmirdim. Adi H bura yazdım. Amma yekunda gördüm ki, H vurulsun 9 oldu. Deməli əvvəl H idi, sonra H vurulsun 9 oldusa, bu halda nə olur? Həcmimiz 9 dəfə artmış olur. Ümid edirəm fikrim aydındır. Ona görə cavabımız olacaq D variantı. Bu qədər. Sağ olun, Allah amanında.